Olsun da çıxan yerin adı nədir? Çıxan yer var. Bax bioloji dillə, elmi dildə insanın çıxan yeri nədir? O insan ana bətindən çıxır. Evet, Onun adı 5 sən gram deyil. abrımız var, onu da dökmeyek de. Deyirəm ki, bu deyiriz ya. Elvin Bey, necəsiz? Ne var ne yok? Hoş gördük. Şükür Allaha. Sağ olun, sağ olun. Siz necəsiz? Nə var, nə yox? Biz de yaxşıyıq, biz de yaxşıyıq. Yaxşı olasınız. Neçə müddətdir keçən dəfədən keçib? Bir 10 gün, Olar da 15 20 gün gün. var. 20 gün. Ha, olur. Əhvalınız. Mükemmel. Ve Əhval. saldırgan. Saldırgan niyə? Ben debat üslubum belədir də mən. Tabii ki çərçivəsində, Həyatda- ama saldırgan. Bəs həyatda? Elə eynən həyatda da. Əla. Deməli, əvvəla hamını sizi, izləyicilərinizi, ümumiyyətlə kim var, xalqı, hamını salamlayıram. Dostlardan, əzizlərdən, bizim izləyicilərdən. Biz 2 ayə barədə danışmışdıq da, sizlə müzakirə aparacaq, düzdür? Bəli. Aha. Birinci, deməli, Tariq surəsindəki ayə idi. Keçən dəfə özüm gördüm, siz danışanda bir yoldaşla danışırdınız. Kondisioner səsi mane olmur. Xeyr, xeyr. Hə. Keçən dəfə bir yoldaşla danışanda nəzərim gəldi. Baxdım daha doğrusu. Deməli, Tariq surəsi 7-ci ayə idi deyəsən. Bəli. Hə. Elə bir sizin iddianız buydu ki, o ayə elmə ziddir. Bəli. Mən elə başa düşmüşdüm, düzdür? Bəli. Onda belə eləyək. Üslubumuz necə olsun? Birinci siz fikrinizi deyin mənə. Mən bir dənə sizin özünüzdən də eşidim. Çünki ola bilər qısaldıb nəsə atırlar mənə. Tam baxa bilmərəm. İstərsəniz yanlış bir fikir formalaşmasın. Siz mənə bir dənə deyin zəhmət olmasa ki, bu ayədə falan yer, misal üçün bu ayə elmə görə səhvdir və rahat söhbət eləyək. Bəli, sülh və təraib. Yəni mən qısaca açıqlayım burada. Söhbətin getdiyi ki, sülh və təraibdir. Bel və kök sümüyü arasından çıxan maye. Öncəsinə baxdıqda biz anlayırıq ki, o sudan, atılan sudan danışılır. Atılan sunu nütfə olaraq adlandırılır və onun oradan çıxmadığını əminəm. Və mənim də iddiam budur ki, sizin iddianız budur ki, Tariq surəsi 7-ci ayə Quran qabağındadır. Fizik olmadığına görə kompüterdən açıram da Quranı. Sorun deyil. Deməli, o ayə elmə ziddir. Əvvəla, Bəli. istər ərəb, istər qeyri-ərəb fərqi yoxdur. Hər hansısa bir mətni oxumaq üçün birinci qayda budur ki, kontekstdən çıxartmayaq. Zəncirvari bağlılıq varsa, biz o ayəni rahat bütün məzmunu hamısını oxuyaq ki, görə bizə nə deyilmək istəyir. Ən birinci söhbətimizdən var, mənim bir öz yanaşma, hermenevtik yanaşma. Görək mətndə nə yazılır. Biz, siz dediyiniz Tariq surəsi 7-ci ayəni başa düşmək üçün mövzunun başladığı 5-ci ayədən başlayırıq. Tərcümə ilə deyirəm. Buyurur ki, qoy insan nədən yaradıldığına bir baxsın. Fəlyanzur insənə mimmə xuliq. Nədən yaradılıb? Ona bir nəzər salsın, ona bir baxsın. İnsan. Cümlənin mübtədası insandır. 6. O, kim? İnsan. Yenə mübtəda 5-də deyilib də, mövzu oradan başlayıb. Süzülüb tökülən bir mayedən yaradılmışdır. Kim? İnsan. Dalın, ərəbcəsi xuliqə mimmə in dəfiq. Dəf olan sözlü baxan bir, belə deyək də, nütfədən, mayədən yaradılır. 7. Siz dediyiniz ayəyə gəldik. Yenə də yaxrucu, çıxır, o çıxır, min bəyni sulbin və təraib. Bel və kök sümün arasından çıxır. O ki, mübtəda hardadır? 5-ci cümlədə izah eləmiş, demişdi. İzah yox, 5-ci cümlədə demişdi. Ardıcıllıq 5-dən başlayır. Deyir, o çıxır sülb və təraibdən. Sülb bel sümüydür, təraibdə kök sümüydür. İnsanın formalaşdığı, insanın yaşı, insandan söhbət gedir. Çıxan ümumiyyətlə sperma yox, çünki mövzu 5-dən başlayır. İnsandan söhbət gedir. Deyir, insan nədən yaradıldığına baxsın, axan bir mayədən yaradılıb və o, yəni insan çıxır bel və kök sümün arasından, analıq rəhmindən, belə deyək də, insan formalaşdığı, insan çıxdığı yer, həmin yer ki var indi fiziki olaraq biz insanıq da, o, insan ana bətində olanda bel və kök sümün arasında qalır və oradan çıxır. Yəni, real bioloji doğuluşdan söhbət edir. Niyə görə Ana burada... rəhminin orada olduğunu hansı əsasdan çıxartdınız? Ay sağ ol. Ona görə də ana qarnında olur da, insan oradan çıxır da. İndi Onu bildim. Ana rəhminin bel və kök sümüyü ilə nə əlaqəsi? elə bir qardaş, bax. Bu beldir. Qeyri-etik çıxmayacaq. Biraz ola bilər çobuda olsun. Xanımlar var ki, üzürü bilsin. Bax, bu qadınlıq kanalıdır da, düzdür? Belə deyək.
qadında kanal harda olur? Uşaq harda olur? Olur burada da, qarında olur. Qarın da yerləşir kök sümü bellə sinə sümüyün arasında olur da. Yəni qarın harda olur? O uşaqlıq harda olur? Kök sümüyünlə və ayənin davamı 8-də deyir ki, yəni burada sual yara bilər ki, Elvin, bəs şey var axı, Elvin, qabaqda mayə demişdi. Sən niyə bunu insana qaytarsan? Birincisi dil üslubuna görə, müftəda 5-ci ayədə odur. İkincisi, deyir, yaxrucu çıxır. O çıxır bel sümüyü və kök sümüyün arasından. Nə? 8-ci ayəyə məsələyə nöqtə qoyur. 8-də deyir ki, şübhəsiz ki, innehu, o yəni Allah alə racihil ləqadir. Həqiqətən Allah onu qaytarmağa qadirdir. Yəni qiyamət günü dirilişindən söhbət gedir də, dirilib qalxmağa rəcət deyirlər, ona qadirdir. Əgər burada söhbət o maiyədən getsəydi, mən sizinlə razılaşardım ki, həqiqətən əgər o mayə olsaydı, 8-ci ayədə deyirək, o qiyamət günü duracaq. Deyim, qısa, 20 saniyəlik. İslam teologiyasının, İslam anlayışının uşağı əmələ gətirdiyi iddia edən spermin beldən gəldiyini iddia edən tək sübut ayəsi bu deyil. Nisa surəsi 23-də də açıq aydındır. Deməli, birincisi bunu danışaq. Bu ayə ümumiyyətlə spermadan söhbət eləmir. Deməli, bu ayədə elmin zidd nəsə var, yoxsa yox? Var. Harasıdır deyə bilərsiniz? Nisa 23-ə baxsaz yetərlidir. Yox. Bu ayəni qutaraq. Bu ayədə mövzu müftəda kimdir, mövzu kimdən gedir? Eyni mövzu deyə. Əgər eyni mövzudursa 8-ci ayədə deyir, Allah onu qiyamət günü dirildəcək, diriltməyə qadirdir, sperma dirildəcək. Xeyr, insanı. Bəs nə oldu? 8-ci ayədə insan deyirsiniz, odur. 7-ci ayədə sperma deyirsiniz. Mayə nədir? Bax qardaş, insanın formalaşmasından söhbət gedir. Vaxtını çox almadan sürətlə oxuyuram. Deyir, qoy insan nədən yaradıldığına bir baxsın. O süzülüb tökülən bir mayədən yaradılır. O bel və kök sümüyün arasından çıxır. Üz istəyirəm. Yox, bir dənə ayəni qutarım da sonuncu ayə. Başa düşdüm, o mayədə deyənmək lazım. Bu mayə nədir? Mayə insan nədən yaranıldığına sperma deyir, zigot deyir, nə deyirsən, sonra sperma deyək. Tamam, mənə izah edə bilərsiniz, ana iştirak olmadan bir mayə nətər şey olur? O sperm nətər uşaq olur, insan olur. İnsan spermadan yaranır. Burada deyilmiş ki, ana iştirakı olmadan. Yəni atanın iştirakı olur, mayalanma gedir. Başa zigot düşdüm. əmələ gəlir, ondan insan yaranır da. Mayalanmış yumurta, o yumurta yoxsa nətər olur? O zigot var, zigot bərk maddədir, mayedir, nədir o? O qadın... Mayalanmış yumurta deyə zigot. Hə də, o material bilirəm. Maya dediyimiz spermatozoiddir. İnsan ondan yaranır. Əzizim, ana iştirakı yoxdursa, ana sadəcə daşıyıcı deyil, iştirakçıdır bir. Olsun. Mayalanmış yumurtadan söhbət gedir. Və bu yumurta yoxdursa, o mayenin heç bir işə yararlığı da yoxdur. Amma orada söhbət mayədən gedir. Bildim. O yumurta mayedir, bərk materialdır. Maye materialdır, yoxsa bərk? Fərqi nədir ki? Əgər sən desən ki, maye, o demək ki, insan ondan yaranıb da. Nədən? O həmin maye nədir? O artıq elmin sayəsidir. Quran toxunur ki, həmin nədən yaranır? Mən sizə elmin sayəsindən deyirəm də, söhbət burada. Şeydən gedirsə, nədən adı qayıtır? Bax, 6-ya və 5-ə qaydanda qoy insan nədən yarandığına bir baxsın. Ay sağ ol. O, süzülüb tökülən bir mayedir. Bu maye hansı mayedir? Deyək sperma. Tamam. Spermatozoidlərdə. Davamında nə deyir? Bu, bel və kök sümüklər arasından çıxır. Bu yox qardaş. O. Çünki deyil axı, bu yaz. Bax qardaş, yaxrucu sözü var, bax, İngiliscə necədir? He is going deyilir, he is going. Məsəl üçün də, məsəl üçün, he is going out. O he deyiləndə o nəzərdə tutulur. Ərəbcəsində də, bax, iki cür zəmir var da, kişi, qadın zəmiri. Yaxrucu, odur, ümumiyyətlə insana aid olan zəmirdir. Təxrucu olsa sənsən, belə deyək də, əxrucu olsa mənəm. Ərəbcəsində deyir ki, yaxrucu, o çıxır. Sual verə bilərsən ki, Elvin, gəl insafla danış da, nə çıxır? Mən burada maye... Ay sağ ol, sən başa düşsən, belə başa düşürsən. Əgər belədirsə... Başa düşməklə əlaqəli deyil, Elvin qardaş, ona görə dedim, Nisa 23-ə baxın. Bir də bu ayəni qutaraq sonra keçək də olar. Mövzunun eynisində zaten baxıb qayıdacaqsınız. Biz tərk eləmirik ki mövzunu. Onda bu mövzu 8-də deyim. 8-ci ayədə bunun dalında deyir ki, qardaş, bax, Allah o, yəni Allah
onu qiyamət gün diriltməyə qadirdir. Əgər 7-ci ayədəki onu sən sperma kimi başa düşürsənsə, deyirsən ki, daha doğrusu bu spermadır, deməli qiyamət günü diriliş də spermaya aiddir və bunu Əzizim 23-ə bax qayıt məsələ lazımdır. Yaxşı. Yəni bu ayədə elmə ziddəsinə yox da. Nisa 23. Bir dəqiqə qardaş. 23-ə baxanda biləcəksiniz. Nisa surəsi də düzdür. Bəli. Deməli, sizə analarınız, qızlarınız, bacı, bibiləriniz, xalalarınız, qardaş bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın analar, sair himayədən qız övladla evlənmək haramdır. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızlarına evlənmək sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadlarına Bu cümləni evlənmək. təkrar eləyək. Öz belinizdən gələn. Beldən nə gəlir? Deyim nə qədər. Öz belinizdən gələn oğullarınız. Daha doğrusu oğullarınızın arvadlarına evlənmək və iki bacı şey. Fərqi yoxdur burada belinizdən gələn. Söz bildim. Hətta bu artıq hüquqi termindir. Hüquqi termin belə, hətta ingilis hüquq termində də miras məsələsində yazılır. Övladlar yazılır, deyir onun belindən gələndə. Bu frazeoloji birləşmədir. Deyir, misal üçün bizim atalarımız da deyir də bizə. Biri var elmi iddia, bu elmi iddia deyil. Bu hüquqi termindən söhbət edir. Hüquqi termində istənilən deyir ki, sən mənim belimdən yaranmısan. Kimsə də misal deyək bir atamız, kimsə atası deyib belimdən yaranmısan. Biz ona etiraz elə ingilis dilində də bu aborot istifadə və hüquq kitablarında istifadə olunur. Biz ona desək ki, bir dəqiqə deyən, sən nə danışırsan? Sən belinə yaranmamışam mən. Əslində hansı hüquq kitabında yazıb? Kraliyyət hüquq sistemində elə bir şey olduğuna əmin deyiləm. Baxa bilərəm bir dəqiqə mən sənə hüquq kitabının istinadını deyim. Əlbəttə. Deyən bir dəqiqə. Sən ona qədər öz sözündə vaxt itməsin də, sən hörmətli olmasın. Sorun deyil. Sən rahat. Ay Elvin bəy. Mən anladığım qədərilə o mayeyyəni siz zigot olaraq hesab edirsiniz. Yox. Deməli qardaş, bir bunu deyim. Avropa hüquq sistemi birbaşa mən istinadı WhatsApp-da ata bilərəm. Bax oxuyuram, mətni oxuyaram, mətnin istinadını şey eləyəm. Tərcüməsində Google Translate. İngilis dilinin professional deyil. Orta səviyyə. Bax qardaş deyir, Avropa hüquq sistemi birbaşa Roma hüququ. Jus commune Roma hüququna söykənir. Qan qohumluq və övladlığa götürmə arasında hüquqi fərqləri vizuallaşdırmaq və qanuniləşdirmək üçün Avropa qanunvericiliyində tam olaraq belə bir ifadə mövcuddur. Deməli, burada qədim bu Yunan nədir? Roma dilində bir şey yazılıb, ingiliscə deyil. Deməli, consanguinity yaxud affinity, bu ingiliscədə artıq. Deməli, latınca deməli consanguinity bu ifadə bioloji qohumluq və belin hərfi mənası beldən gələn deməkdir. Consanguinity. Avropa hüququnda da hüquq tənzimlənəndə beldən gələn ifadəsi istifadə olunur, amma onu tərcümə eləyəndə deyirlər, yəni birlikdə olan qan bağı olan qohumlarınız. Hərfi tərcüməsi beldən gələn olsa da, qardaş, hərfi tərcüməsi bu hüquq terminində frazeoloji birləşmə sayılır. Yəni sən o göstərdiyin Nisa surəsindəki həmin ayə hüquq termini, hüquq bəhsidir. Amma insanın yaradılma sahəsindəki iddia isə hüquq bəhsi deyil. Artıq o tibbə toxunan bir mövzudur, belə deyək də. İnsan yaradılış barədə olan bir toxunan bir mövzudur. O ayədə isə qardaş, bax həmin ayədə isə ümumiyyətlə o həmin maye ki var, sperma deyək. O spermanın insanın ondan yarandığı deyil, amma spermanın o bel sümüyü ki, ənənəvi insanlar fikirləşirlər, bizdə də artıq bu folklorumuzda var. Kişinin belindən əmələ gəlib bu iddia Quranda yoxdur. Quranda olan bu iddia, hayca, deyən. Ayət açıq-aşkar deyir ki, o maye, bel və köks sümüyü arasında o mayedirmi yoxsa zigotdurmu? Bax, maye nədirsə o. Deyək sperma. Maye deyil. Hər nədir? Bax qardaş. Maye var. İnsan nədən yaranır? İnsan spermlə yumurta birləşməsindən, yəni zigot, mayalanmış yumurta. Və o zigot dediyin şey də maye deyil. Bərk materiyadır, bərk maye şeydir, maddədir. Maye deyil, əzizim, canlı hüceyrədir. Maddənin üç aqreqat halı olur da, bərk olur, maye olur, donmuş olur. Bu hansıdır qardaş? Bax bir dəm bilim deyirsən. Əzizim, maye deyil. Zigot canlı hüceyrədir, canlı hüceyrə. Bax qardaş, belə deyək. O canlı hüceyrə, bax canlı hüceyrə. Varlıq aləmi, cisimlər. Bir var materiya, bərk, bir var yumşaq maye. Hansındandır o? Əzizim, canlı hüceyrə deyil, sitoplazması olan, nüvəsi olan. Olsun da qardaş. Sperma deyək. Yəni insanın spermadan yaranması barədə, yəni mən bildiyim qədər normal orta məktəb təhsil olan insan da bilir ki, evlənəndən sonra insan, daha doğrusu o bioloji hadisə baş verəndən sonra insan o
cinsi əlaqədən dünyaya gəlir də. Arkadaş, Elvin. Ha. Bu maye nə mayesidir? O maye plazma şəklində olur bildiyim qədər. Həmin Onu plazmada demirəm, burada ayətdə gedən maye hə, nədir? ayədə keçən qardaş, o maye artıq o elmin sahəsidir. Quranın iddiası budur ki, insan o mayədən yaranıb. Nədir artıq təfərrüatdır. Quran deyir mayədən yaranıb. Sual olunur ki, mayədən yaranıb, daşdan yaranıb, möhkəm materialdan yaranıb. Əzizim, insan mayədən yaranıbsa, o maye hardan gəlir? Onun cavabını da özü verir. Var bir arqumentin. Mayenin hardan gəlməsini harda deyir qardaş? Bel və kök sümü arasından gələn nədir? Əgər elədirsə, bizcə obyektiv danışaq da qardaşım. Bax, 5-dən 8-ə qədər oxuyuram, fasiləsiz. Və mərtəzə oxumuram. Amma ədalətlə də, insafla qardaş. Deyirəm ki, Elvin, bax, mən bunu belə ədalətlə son oxuyuram, son. Bax, deyir, cümləni kontekstdən çıxardanda sən dediyin başa düşür. Kontekstdən yox, məna ardıcılığını tam oxumaq lazımdır. Deyir, qoy insan, bax, insan sözü yazır. Fəlyanzurul insan, müftadanı qoyur ki, insan nədən yaradıldığına bir baxsın. Keçir 6-ya. O, süzülüb tökülən bir mayədən yaradılıb. O, Allah onu diriltməyə qadirdir. Əgər 7-dəki ayə sən dediyin kimi şeydirsə, spermadırsa, onda 8-də də o yazılıb baxır. 8-dəki ayəni elə başa düşmürsən ki, qiyamətdəki şeyə aid. Onu da qeyd edirlər ki, dindarlar iddia edir ki, ana rəhminin bel və kök sümüyü arasında olduğunun akademik bir dənə dəlilini ver, sıxışacaq. Uşağın formalaşdığı çiyin, mən bilən ananın çiyinində olmur da, qarnında olur. Qarın hardadır qardaş? Mən bilənlə olmur bu qardaşım. Bax, gözdə tapın, problem yoxdur. Problem yoxdur. Deməli, bir dəqiqə. Uterus. Əgər onu şey eləsək, qardaşım, onu tapsaq fişədə mövzu bağlanarda bildiyim qədər, düzdür? Uterus sözüm axtarmaq istəyirsən. Axtarım da qardaş, bir dəqiqə bax ver də mənə. Adın dedim də sən rahat olsun, rahat tapasın. Hə. O analıq yolu var, analıq yolu hardadır? Əzizim, analıq yolu başqa şeydir, ana rəhmi başqa şeydir. Onu demirəm. İnsan çıxan şey var, o həmin o yolda, həmin bioloji proses. Uterus deyə bir termin axtaran da olur. Yaxşı, deyəm. Yəni uterus şey dildə, ona görə mən demək istəyirəm ki, insan var ha, bax ora ana bətnidir. O bioloji silsilə var, o insanın çıxma mərhələsi. Yarandı mayədən, zigot oldu, o proseslər qutardı, 9 aylıq proses tamamlanıb. Çıxan yer var, o çıxan yer. Çıxan yeri sən neysən qardaşım? Uterus yaz, ana rəhmi hardadır? Məsələ bitdi də. Ona görə deyirəm də qardaş, bax, ana rəhmi mən qarına deyirəm. Bax, fikrimi bir dənə sən deyirsən də, əlimizdə biologiya var axı. Olsun da, çıxan yerin adı nədir? Çıxan yer var, bax, bioloji dillə, elmi dildə insanın çıxan yeri nədir? O insan ana bətni nədir? Evet, 5 qram abrımız var, onu da döyməyək də. Deyirəm ki, uterus yaz. Yazıram qardaş. Deyirəm birdən uterus olmaz da, ona görə deyirəm. Yazdım uterusdur, sorun deyil. Yaxşı, istəyirsən get GPT yazsan, hara yazırsan yaz ki, bel və kök sümüyü arasındadır ana rəhmi. Belə bir sual ver, məsələn bitir də var ki orada. Bax, o sözün altını şey elədim mən. Deyir, uterus uşaqlığın ən üst hissəsi, təpəsidir. Fundus of uterus. Endotrium isə embrionun yapışqan olduğu qat əzəli toxumasıdır. Ovari sağ və sol yerləşmə vəzilərdir. Belə yazıldı, şeyə yazdım internetə. Bel və kök sümüyü ilə əlaqəsi yoxdur. Bax qardaş, insan çıxan biraz fizik olaraq göstərsəm, tam üzürlü bir belə bir şey göstərəcəm sənə. Üzürlü bir. Göstərmə, mən yox yazdım, göstərmə belə bir şey. Ateist olanda nə olur ki, belə bir şey göstərilməməlidir. Açı, mən qeyri-etik şey eləmirəm onsuz. Yəni mən o şeyi qoruyan adamam. Səndən də söhbətimiz olub baxı. Prosto fiziki olaraq fikrimi çatdırmaq üçün. Bax, insandır. Doğulan yer var, ora ana yolu deyil, o ana bətnində nədirsə də var. İndi insandır təsəvvür, uzandırmısan, çıxan yer var, o bel kök sümüyün, bu kök sprat da, bel də aşağıdır. Buradan çıxır yoxsa yox? Mən qardaşım, bu belə izah olunmur, belə bir biologiya yoxdur. Gəl ikimiz də bir-birimizə söz verək, biologiyanın anasını ağlatmayaq. Bəlkə gedib bu saatdan sonra ginekoloq işləyəcəm, sən neyinirsən, qoy işimi itirməyim. Əzizim, uterus və plevis, ana bətni və ana bətnin yerləşdiyi yerə plevis deyirlər. Və bu plevisin kök sümüyünə əlaqəsi yoxdur, mən qardaşım. Çanaq boşluğu deyirlər buna. Azərbaycan dilində istəyirsənsə çanaq boşluğu deyirlər. Analıq yolu hardadır? Əzim, analıq yolun bundan uzaqdan yaxın əlaqəsi yoxdur. Zigotun yapışdığı yer ana rəhmidir, buna uterus deyirlər. O rəhmin yerləşdiyi bölgə
Çanaq boşluğudur. O bölgənin elm adı da plevisdir. Bu qədər sadə. Bildim. Mən o elmi adını soruşma. Analıq yolu oldu. O həmin ora hardadır? Onun bir dənə yerində. Deməyəcəm. Demə sən Allah. Gözə baxın yaxşı axtarın. Özün get bu. Problem yoxdur. Yəni, sən bilirsən, bilə-bilə xoşduysan. Mən sənə deyirdim, Əzizim, mən sənə təklif eləmişdim ki, biologiyanın güclü silahımdır mən. Sən biologiyanı götürüb olsun. Yox, deyirsən demirəm, onu deyirəm. Problem yoxdur. Gözdə problem yoxdur. Onu bioloji şey. Bax, gəl belə danışaq da. O insanın bioloji olaraq ana bətnində olan yer var. O qadının qarnında olur, həmin yer. Analıq yolu deyək ona, nə deyirsə deyək. Bax, mən fikrim belə deyək də, mənim yanaşmam necədir səninlə danışdığımız kimi. Sən öz fikrini deyirsən, qardaş. Mən öz fikrimi deyirəm. Mənim yanaşmam budur ki, o ərəbcə ifadəsində deyir, "Lakum dinikum veliyedin." Sən öz fikrində qal, qardaş, mən öz fikrimdə. Bu səbəb olmamalıdır ki, bir-birimizin xəttinə deyək. Düzdür əzizim? Əzizim, mən sənə yekun açıqlamamı vereyim. Ana bətni dediyin şeyin bel və kök sümüyü ilə uzaqdan yaxından əlaqəsi yoxdur. Bu uterus sayılır və uterusun olduğu pozisiya pelvis sayılır, çanaq boşluğu sayılır. Uterus dediyimiz şey də ana bətnidir və embrion oraya yapışır, rəhim divarda. Başqa bir biolojik açıqlaması yoxdur. Bunun bioloji açıqlaması budur. Və 500-dən çox 500 nədir? Bəlkə minlərlə, 500 min dənə 500 min dənə. Akademik qaynaq da bunu isbatlayır. Bu arada kimin merak edirsə, getsin USM cihazları ilə izləyə bilərlər.